Baxıram 145-ci suala. 145-ci sualda sizə bəzi qaydalar deyəcəm. İndi bu tip sualları biz necə həll edirik? Hər zaman qayığın durğun sudakı sürəti V bərabər olur x-a. Qayığın durğun sudakı sürətini. İndi bir də var çayın sürəti. Çayın axma sürəti. Çayın axma sürətini də verib 3. İndi mən burada axın ilə mənə deyir ki, çayın axını ilə. Axını ilə deyəndə mən nə edirəm? X-in üzərinə gəlirəm çayın axma sürətini. Yəni çayın axma sürətini də verib 3. Sonra mən burada həmin buna bu sürətlə gedən zaman getdiyi yol S olur 45-ə. 45-ə bərabər olur. İndi digərinə baxıram. Axına qarşı olan sürət. Axına qarşı olan sürət isə bərabər olur çayın, daha doğrusu qayığın durğun sudakı sürəti çıxaq çayın axma sürəti. Çayın axma sürəti də yenə 3. 3 verib, burada isə S bərabərdir 9 kilometrə. Daha sonra mən deyir, bütün yola 4 saat vaxt sərf elədi. Hər ikisində də T bərabərdir 4-ə. Daha doğrusu ümumilikdə T bərabərdir 4-ə. Yəni cəmi deyir ki, 4 saat vaxt sərf et. İndi isə mən nə edirəm? Mənim düsturum nə idi burada? T bərabərdir S bölək V idi. Elə deyil. T'miz neçədir? 4-dür. Yazıram 4 bərabərdir. İndi yuxarıda S 45-ə bərabərdir. 45, V'miz də nədir? X üstə gəl 3. Sonra üstə gəlirəm. Nəyə görə? Çünki axı burada cəmi 4 saat vaxt sərf edib. Ona görə mən bunları toplayıb 4-ə bərabər eləyəcəm. Buradakı S-miz 9-dur. 9-a uyğun olan sürət isə, baxın, X çıxaq 3-dür. Baxın, 4-ə bərabərlədim artıq. Mən tənlik qurdum. İndi isə mən tənliyi həll edirəm. Tənliyi də həll edəndə x bərabərdir. Ortaq məxrəcim olacaq x kvadratı çıxaq 3-ün kvadratı. Yəni x kvadratı çıxaq 9 yazıram. İndi bu zaman əgər hasilini ortaq məxrəc gətirdimsə çarpaz şəkildə vuracağam. Olacaq 45 vuraq x çıxaq 3. Üstə gələk 9 vuraq x üstə gəl 3. İndi isə tənliyi həll edirik. Baxın, burada çarpaz şəkildə vururam. Olacaq 4x kvadratına vururam, çıxaq 9-a vururam. 36 bərabərləyirəm sürətə. Sürəti vurub açıram. Bu olacaq 45x çıxaq 135 üstə gəl 9x üstə gəl 27. Daha da sadələşdirsək, bu tərəfdə 135 üstə gələk, gəlin yazaq. 4x kvadratı çıxaq 36 çıxaq. Bərabərliyin sağ tərəfini sol tərəfə köçürüm və bütün həddlərin işarəsini dəyişirəm. Əksinə olaraq, bu olacaq 45x üstə gəl 135 çıxaq 9x çıxaq 27 bərabərdir 0. Burada olacaq 4x kvadratı 45x ilə 9x olacaq mənfi 54x olur üstə gəl 72 bərabərdir 0. İndi mən burada hər tərəfi 2-yə bölsəm olacaq 2x kvadratı çıxaq 27x 2-yə bölürəm. Baxın, burada yazıram ki, biləsiz. Üstə gələk 36 bərabərdir 0. Məndən nə soruşur? Qayığın durğun sudakı sürətinə. İndi gəlin buradan x tapaq. Diskriminantla tapıram. Diskriminant bərabərdir. Mənfi 27-nin kvadratı çıxaq 4 vuraq. 2 vuraq. 36 bərabərdir. Olacaq 729 çıxaq 288 bərabərdir 441. İndi x1-i tapıram. x1 bərabərdir. Mənfi B, baxın, mənfi B, B-miz mənfi 27, mən müsbət 27 yazıram. Çıxaq kök altında 441 bölək 2 vuraq 2. Bu da olacaq 27 çıxaq. 441-dən 21 çıxır kök. Bölürəm 4-ə. Bu da eləyəcək 4-də
6 burada olur 1,5. X2-ni də tapanda mən bunları olduğu kimi yazıb sadəcə toplayıram. Yazıram 27 üstə gərək 21 bölək 4. Bu da eləyəcək 48 bölək 4. Bu da olacaq 12. Bu da olacaq 12. Yazıram. Cavab olacaq 12. Yəni mən nəyə görə 1,5-i götürmədim? Çünki məndən qayığın sürətini soruşur, durğun sudakı sürətini. Təbii ki, qayığın sürəti çayın sürətindən kiçik ola bilməyəcəyinə görə 12-ni yazırıq.